Azərbaycan-Braziliya Jiu-Jitsu İctimai Birliyinin təşkilatçılığı ilə ilin yekunlarına dair ümumrespublika seminarı keçirildi. Tədbirin açılışında çıxış edən İctimai Birliyin təsisçisi, 1-ci Qarabağ müharibəsi iştirakçısı Taleh Həsənov, Birliyin fəaliyyət planına tariximizin şanlı zəfər gününə həsr olunmuş silsilə seminar və tədbirlərin daxil olmasının verdiyi qürur hissindən məmnunluğunu ifadə etdi və idmançılara uğurlar arzuladı. İctimai Birliyin prezidenti Aqil Acalov müasir tariximizin ən şərəfli səhifəsinə çevrilən 2-ci Qarabağ müharibəsindən danışdı və orada qəhrəmanlıq göstərən idmançılarımızın, bütün qəhrəman oğullarımızın mübarizə əzminin gənc nəslə vacib örnək olduğunu vurğuladı. Seminarda həm Bakı şəhəri, eyni zamanda da Respublikanın müxtəlif bölgələrindən idmançılarımız iştirak edirlər. Seminar Braziliya Jiu-Jitsu döyüş sənətinin gi və no-gi versiyaları keçirilib. Bizim də məqsədimiz, yəni deyirəm, bir təşkilat olaraq öz dəstək xəttimizə sadiq qalmaqdır və vətənpərvərlik ruhunun təbliğ olunmasında, aşılanmasında silsilə tədbirlər keçirilməkdir və bütün illər ərzində yəni bu səpkidə tədbirlərimiz olub. Bu da ilin sonunda sonuncu bizim seminarımızdır və bununla da deyərdim ki, ilimizi məhsuldar yekunlaşdırırıq. Bugünkü gün 100-dən çox idmançımız burada kəmər imtahanı verir. Onlar həm dərəcələr, həm kəmər imtahanları götürəcəklər. Hamısına uğurlar diləyir. Gördüyünüz kimi bizdə ildə ən azı 2 də belə bir seminar keçirdirik və keçən dekabrda keçirilib və məqsədimiz odur ki, bu idman növünün, bu döyüş növünün respublikada inkişafını görürsünüz. Burada hər bir yaşlı iştirakçı var və bu seminar nəticəsi olaraq yeni bir kəmərlər də verilir və yeni bir strayplar verilir ki, o da bir göstəricidir ki, bizim klubumuzda, respublikada bu döyüş növü inkişaf eləyir və inanırıq ki, bu gələcəkdə tendensiya daha da inkişaf olacaq. Rəsmi çıxışlardan sonra Azərbaycan-Braziliya Jiu-Jitsu döyüş sənətinin banisi Taleh Həsənovun rəhbərliyi ilə seminarda müxtəlif yaş və çəki dərəcələrindən olan uşaq, yeniyetmə, gənc və veteran idmançılar bilik və bacarıqlarını nümayiş etdirdilər. İdmançılar Taleh Həsənov tərəfindən attestasiya imtahanından keçərək müxtəlif dərəcələrdə kəmərlər aldılar. Sonda imtahandan keçən idmançılar layiq gördükləri kəmər dərəcələri ilə mükafatlandırıldılar.